Siz bu tədbirdən nəsə öyrənə bildiniz maraqlı? Şəxsən mən narkotikin bədəndə yaratdığı yaraları görəndən sonra həqiqətən anladım ki, o necə bir zibildir və insan bədəndə o cürə iyrənc yaralar yarada bilir. Həqiqətən mən bunu görməmişdim və bunu göstərdiyiniz üçün çox təşəkkür edirəm sizə də. Şəxsən yəni biz necə, biz gördük ki, bu yola düşənlər hansı həyatı gedirlər, nə çətinliklər görürlər. Yəni biz 100% onlardan dərs götürdük ki, yəni biz də bu şeyə əl atsaq, yəni biz də onların davamçısı olacağıq. Ona görə bu şeylərdən uzaq durmaq Və lazımdır. sən nə öyrəndin qardaşım? Yəni onların təsirini öyrəndik ki, onlardan uzaq olmaq lazımdır ki, yaxşı şey deyil də. Effektli oldu bu tədbir. Ha? Yox, yəni dəhşət vəziyyətlərdə bu narkomanların vəziyyəti. Ayaqlarıdır, qursaq basır. Belə yaralar görmüşdünüz? Yox, ömrü bu. Yox, belə yaralar harda ola bilər. Allah şübhə versin. O laf şey betər. YouTube'da zaten paylaşırsın, amma belə senzur azad qoyursun. Yəni belə canlı çox pisdir Mən yəni. hər şey istəmişəm ki, baxın, axırıncı baxdım. Hə, belə kadrları. Amin. Allah etmək. Şey ki, qıçların kəsir, qolların kəsirlər bir dənə narkotikə görə, bədənlərin kəsirlər. Ona görə nə etmək lazımdır? Yenə gələyim məktəbə.